O, bu 3 mərtəbəli evdə yaşayır. Evin bir mərtəbəsində özü yaşayır, 2 mərtəbəsini isə salavata, yəni pul deyil, salavat qarşılığında havayı icarəyə verib. Bura təxminən 23 ildir ki, salavata icarəyə verilir. İnşallah nə vaxta kimi burada qalacaq? İnşallah bir il, bir ay müddətində Allahın qonağıdırlar. Hacı Məhəmməd lütf eləyib, böyüklük göstərib, bizə atalıq eləyib. İnşallah bir gün öz evləri olsun. İlahi amin, amin. Bu neçə ildə burada qalan şəxslərin düz 18 nəfəri ev alıb. Bura 80 kvadrat metrdir. Bəli, yuxarı mərtəbədəki mənzillər də belədir. Eynən bura kimidir. Hacı Məhəmmədin həyat yoldaşı bu mənzillərin salavat icarəyə verməsi barədə bir şərt qoyub. Onun qoyduğu şərt tarixi şərt idi. Evin bir mərtəbəsinin savabı sənin, bir mərtəbəsinin savabı da mənimdir. Onu çox sevirəm. Bunu da... O mənim eşqimdir, eşqim. Hacı Məhəmməd salavata icarəyə verdiyi bu mənzillərinə sonradan 5 dənə 50 kvadrat metrlik mənzil də əlavə edilib. Maraqlıdır ki, həmin mənzilləri də Allah yolunda ehtiyacı olanlara pulsuz icarəyə verir. 4-cü mərtəbədədir. Bir qəpik də pul verməmiş. Hacı Məhəmməd böyüklük eləyir. Salavatı icarəyə verilən bu mənzilləri əldə eləmək üçün təxminən 60 nəfər növbədə dayanıb. Məncə Hacı Məhəmmədin gördüyü işi ata öz oğlu barəsində eləmir. Həqiqətən Hacı Məhəmmədin bənzərini tapmaq çox çətindir. Mən çox ev axtardım. Eşitdim, siz də evin icarə müqaviləsini salavata hazırlayırsınız. Məhəllənin makleri deyir ki, əgər Hacı Məhəmməd istəsəydi, bu 7 mənzili 1 milyard tüməndən çox pul girovu qarşılığında 1 illik icarəyə verə və həmin 1 miljardı banka qoyub ən azı 15-16 milyon tüməndən çox faiz ala bilərdi. Hə, gedək. Bu, kebabçı Hacı Məhəmmədin motosikletidir. Fikirləşirdim ki, əgər əlimə biraz pul gəlsəydi, gedib ehtiyacı olanlara bir mənzil də alardım və inanın ki, istədiyim pul əlimə gəlib çıxır. Hacı Məhəmməd bizi onu xeyir işə təşviq edən şəxsin yanına da apardı. Hacı Rıza ambarda, uşaqlar xəcalət vermir. Allah qorusun səni Hacı Məhəmməd. Məhəllənin gənclərini də xeyriyyəçiliyə sövq eləmisən. 12 yaşlı bir qız uşağına insülin lazım idi. Cənab Behzad pul gətirdi ki, bu da bizdən olsun. Yaxşı, kebabçı Hacı Məhəmmədin bu vəziyyətini neçəyə almaq istəyirsiniz? Maraqlıdır. Allah Taala buyurub ki, sən ver, mən də verim. Sən 1 riyal versən, 7 riyal verərəm. Bir addım gəlsən, 7 addım gələrəm. Bir tümən versən, 7 tümən verərəm. Kebabçı Hacı Məhəmməd dünya qazancı əldə eləməyə çalışmır. Axirət qazancı əldə eləmək istəyir. Xəcalət verirsiniz. Allah səndən razı olsun Hacı Məhəmməd. Təşəkkür edirəm. Sizinlə Yusif Salami idi. Sağ olun.